Manchester United'a 3-0-dan sonra hələ də tam güvənirsinizmi? Atletik Bilbao'nun azərkeşləri United üçün maçı cəhənnəmə çevirəcəklərini demişdilər. Yadlarından çıxmışdı ki, Manchester United'in təxəllüsü qırmızı şeytanlardır və şeytan üçün cəhənnəm yaratmaqdan daha gözəl nə ola bilər? Amma oyunun ilk 20 dəqiqəsi çox fundamental fərqli gedirdi. Belə ki, Atletik Bilbao həm personal markinglə, yəni oyunçuları birə-bir tutmaqla, həm də ki, çox intensiv pressinglə Manchester United çaş-başda almışdı. Həmin o Iñaki Williams'ın 3 müdafiəçinin arasından çıxıb başla vurduğu zərbə və ya ikinci epizod hardakı Ugarte topu itirdi və Lindelöf topu qapıdan çıxartdı. Onu xatırlamaq kifayətdir. Lakin Manchester United ilk öncə oyunun tempini aşağı salmağı bacardı. Ardından Harry Maguire Lamine Yamallıq elədi. İkinci gol epizodunda da hansında ki, həm təmiz penalti, həm təmiz qırmızı kart var idi. Bunun heç bir sorğu-sualı yoxdur. Oyunu tam öz əlinə alaraq oyunu birinci hissədə bitirdi. Sual: United doğrudanmı cütlüyün də taleyini birinci hissədə bitirib yoxsa yox? Eyni sualı Amorimə verdilər keçən oyundan sonra və məncə Amorim ən dəqiq diaqnozu bildirdi. O dedi ki, Old Trafford'dakı oyunun ilk 20-25 dəqiqəsi fundamental olacaq. Həm ilk qolu buraxmamaq baxımından, həm də bir növ İngilizcə buna game management deyirlər, yəni oyunu idarə etmək baxımından. Digər tərəfdən isə Valverde'nin gedişi çox təəccüb doğurdu. Çünki Valverde əgər həmin oyuna baxdısa, ikinci hissədə 3-0 uduzduğu halda Manchester United mərkəzdə topu bir-birinə paslaşırdı müdafiəçiləri, amma Atletik ümumiyyətlə pressingə getmirdi. Yəni aydın məsələdir ki, 3-0 uduzmaq 4-0 uduzmaqdan biraz daha çox şans buraxır, amma 3 top axı çox böyük bir fərqdir ki, riskə getməyəsən. Düşünün, əgər Atletik həmin oyunda bir qol vursaydı, stadion necə ağlaşıb yanardı, onları necə motivasiya gətirərdi. Həmin bu dəyişmiş o 20 dəqiqə plus 70 dəqiqənin simvolikası da məncə Ugarte'dir. İlk 20 dəqiqədə Ugarte 4 aktiv səhv elədi. Onların ikisi qapıya zərbə ilə nəticələndi. Sonra isə həm birinci qolun pasını və ikinci qolun o dabanla şahanə pasını əlbəttə ki, unutmaq olmaz və bütün bunlar hamısı futbolun necə bir andan asılı olduğunu göstərir. Əlbəttə ki, Atletico möhtəşəm müdafiə olunan bir komanda kimi hücumda nə qədər yaradacaq bu böyük bir sualdır. Lakin Manchester United əleyhinə işləyə biləcək bir faktor mentalitet olaraq komandanın hələ ki bir növ zərif olmasıdır. Yəni komanda çox tez parçalanır. Düzdür, nəzərə alsaq ki, Amorim reallığı olduğu kimi görür. Oyunçuların oyundan sonraki intervyusunda, yəni artıq Lyon dərsini Manchester alıb başı daşa dəyib. Amma sizin fikrinizcə 1. Manchester hər hansı bir problem yaşayacaq. 2. Naməğlubluq seriyasını davam edə biləcəkmi? Çünki bütün Avropada hardakı Barcelona, PSG var. Yeganə məğlub olmayan komanda Manchester United.